Əziz Tərtərlilər, Tərtər batalyonunun şəxsi heyəti, sağ qalanlar, siz 24 il bundan öncə Tərtərimizin müdafiəsi üçün, torpaqlarımızın erməni daşnaqlarından azad olunması üçün Tərtər batalyonuna müraciət etmişsiniz. Ağdərə istiqamətində onlarla döyüşlərdə iştirak edib batalyon. Təbii ki, burada bizim şəhidlərimizin böyük rol olub. O şəhidlərin hesabına, o qəhrəman insanların hesabına və sizlərin hesabına bu günləri Tərtər yaşayır. Siz doğrudan da öz şirin canınızı, öz şirin nəfəsinizi, öz sağlamlığınızı bu torpaq yolunda qoymusunuz. Bu günləri şükür ki, ayaq üstəsiz. Ona görə xoşbəxtsiz ki, sizin komandiriniz savadlı, qabiliyyətli Elman Hüseynov olub. Və xoşbəxtliyiniz onda olub ki, sizi arxasınca aparan vəzir Orucov olub. Amma baxmayaraq ki, biz 24 ildə ayrılmışıq bu müharibədən, 2 apreldə olan hadisələrdə bir daha sübut elədiniz ki, siz Tərtərlə nəfəs alırsınız. Bax, bu dayandığımız, durduğumuz yer, məkan o dövrdə Tərtər batalyonu döyüşmüş və bu əraziləri düşmən tapdağından azad etmişdir. O dövrlərdə ordumuz yeni yaranıb, yeni formalaşdığı bir dövr keçirdi. Həm maddi texniki cəhətdən, həm silah cəhətdən bir çox çatışmazlıqlar var idi. Amma buna baxmayaraq o dövrdə döyüşən Azərbaycan oğulları bu çatışmazlıqların qarşısında qanları, canları bahasına düşmənlə əlyalı mübarizəyə çıxmışdı. Və onların göstərdikləri igidlik, şücaət bugünkü gündə bizim üçün bir örnəkdir. ...91-ci ildə hərbi komissar olduğum dövrdə Qarabağ bölgəsi ilə həmsərhəd olan rayonlara belə bir göstəriş gəldi ki, rayon komissarları ərazi müdafiə batalyonları yaradır və özləri də bilavasitə bu batalyonların komandiri olurlar. Bununla əlaqədar mən də Tərtər rayonunda qeydiyyatda olan Sovet ordusunda zabit vəzifəsində xidmət eləmiş, ehtiyatda olan zabitləri hərbi komissarlığa dəvət elədim. Münaqişə başlanandan ilk günlərdə ən gərgin bölgə Tərtər Ağdərə bölgəsi olmuşdur. Çünki həmin dövrdə erməni yaşayış məntəqələri birbaşa 45 kilometr məsafədə Tərtər rayonunun və rayon özü və kəndləri ilə həmsərhəd idi. O zaman hamı ərazinin müdafiəsinə qalmışdılar və bu batalyonun yaradılmasını çox sevinç hissi ilə qarşılamışdılar. Odur ki, hər bir zəhmətkeş özü bacardığı qədər batalyonun döyüş qabiliyyətinin yüksəldilməsi üçün əlindən gələn köməyi əsirgəmirdi. Bütün həyatım mənim müharibəyə bağlı olub. Sovetin vaxtında Dolu dağıdan toplar deyirdilər.
kənd təsərrüfatının müəyyən strateji sahələri doludan müdafiə edirdik. Məsələn, rəis vardı, Əliyev Ələskər. Dedim ki, siz mənə köməklik eləsəniz, mən Tərtərə top gətirə bilərəm. Və beləliklə də biz bura ilk topları gətirdik. Hələ onda milli ordu yaranmamışdır. Bizim ilk komandirlərdən Elman Hüseynov, Azərbaycanın milli qəhrəmanı, ilk dəfə batalyonun, bilirsiniz, çox çətinliklə, gecəsi günüzü olmadan biz o batalyonu yaratdıq. İlk vaxtlarda demək olar ki, tam silahsız, sursatsız vəziyyətdə mala kalibrli vintovkalarla 48 kilometr ərazidə öz postlarımızı qurmuşduq. Bizim batalyon yaranından əzab əziyyət içində yarandı. Həm döyüşürdü, həm də komplektasiya gedirdi. Və silahlarımız yox idi. Silahlar dalınca uşaqlar gedirdilər. Bakıdan, oradan, buradan avtomat silahlar tapıb gətirdilər. Çox sağ olsun ki, o vaxt hələ batalyon yaranmamışdan qabaq burada polislər vuruşurdular burada. Burada yığışanlar hamısı xalqımızın ən qeyrətli mərd oğullarıdır ki, bu günləri bu torpağı müdafiə edirlər. Bunların hamısı bax, Bərdədən gələnlərdir, Gəncədən gələnlərdir, Ağcabəddən, Mingəçevirdən, Yevlaxdan, nə bilim haradan. Hamısı Azərbaycan millətinin qeyrəti uğruna mübarizə gedir. İlk döyüşlər birinci hələ Marukşavan döyüşlərindən əvvəl Seyisulan Qırmızı kənd döyüşləri oldu. Və həmin kəndlər ermənidən o vaxt alındı. Və nəhayət geniş miqyaslı bir layihə düzüldü ki, bu birinci Marukşavan kəndini hal-hazırda indi durduğumuz mənfur ermənilər yaşayan bu kəndin alınmağı idi. Tərtər rayonunun mərkəzi ilə bu kəndin arasında 700-800 metr məsafə var idi. O zaman isə Kərimov Aslan əlahətdə rota yaratmışdır. Məhz bu kəndin, Tərtərin qorunmasında həmən rotanın xüsusi rolu var idi. Ermənilər Xocalıya hücum edən zamanı Paşayev Ədalət 34-cü post deyilən həmən postdan 500 snaryad bu kəndə salmışdır. Deməli, Vahidlə mən oradan çaylıya işləmişdik. Sonra Qeys var idi. Qeys Qırmızı kəndə vururdu. Həmən gecəsi biz 1500-dən yuxarı erməni kəndlərinə snaryad atmışdıq. Tərtər ərazisində böyük itkiyə məruz qalan ermənilər, hətta mən onu Xocalının qısasını aldıq ifadəsini işlədərəm, ödə böyük fəxrlə. Düzdür, onlar Xocalıda silahsız adamları məhv eləmişdilər. Qocanı, uşağı, imkansızı güllələmişdilər. Bəli, onlar soyqırım eləmişdilər. Amma biz əksinə bu Həsənqaya istiqamətinə gedən döyüşlərdə onların böyük bir batalyonunun sonuncusuna qədər zərərsizləşdirdik. Mənim familiyam Karapeçəndir. Adım da Mantaşdır. Van oğluyum mən. Marağa kəndindən. 30 nəfər ki gəliblər kəndə. Həmən bu qısışmaq elə ondan da başlayıb. Bizim ordu Tərtər özünün müdafiə batalyonudur. Biz də həmçində bu Seyrinli kəndini qoruyanlardır. Mən özüm komandira diləyəm, bu uşaqlar hamısı mənim adiləyəm. Bugün biz postdayıq.
aprelin 11-də birinci dəfə biz Maruşavan kəndinə hücum elədik. Demək olar ki, batalyonun əskərləri 20-dən çox əsir gətirmişdi. Ancaq əməliyyat tam başa çatmadan sonra geri qayıtmışdı. İkinci isə may ayının 11-də yenidən biz hücuma keçdik. Və o zaman biz şəhərin bax bu istiqamətindən ortadan keçmişdik hücuma. Bizə Mingəçevir batalyonu, Bərdə batalyonu və Bakının Qurtuluş batalyonu kömək eləyirdi. Bir də polislərin texnikaları bizə kömək eləyirdi o vaxtı. Biz həmən vaxtı uğurlu əməliyyat keçirərək demək olar ki, kəndi tamamilə alsaq da, amma həmən kəndi həmən zaman saxlaya bilmədik. Belə saxlaya bilmədik ki, arada qarışıqlıq düşdüyünə görə biz yenidən öz mövqelərimizə qayıtdıq. Ancaq demək olar ki, kəndi tamamilə azad eləmişdik. Bəli, kəndə alırdı. Kəndə girirdi, ancaq kəndi yarıb keçə bilmirdik. Çünki arxada başqa kəndlər vardı, erməni kəndləri. O vaxtki batalyonumuzun qərargah rəisi Pənam müəllim, komandir Elman müəllim və Şarov briqada komandirinin qərargah rəisi, mavini böyük kəşfiyyatçı idi. Onlar yığışdılar, bəzi batalyon komandirləri yığıldı. Böyük bir plan düzəltdilər və müzakirə elədilər ki, bu hücum mütləq Torpaq təpədən olmalıdır. KMP'nin qurmuşlar Torpaq təpədən o tərəfdə. Və ermənilər o vaxtı minametdən dəqiq atırdılar və bunları minamet ateşine tutmuşdu. O zaman Şarov həlak oldu. Я потерял самого близкого себе человека, который в самый трудный момент пришел ко мне, имея должность замначальника генерального штаба, и был со мной для того, чтобы показать мне помощь. Это подполковник Шекюль Оглы. Сколько бы я ни жил, только этот человек будет на моей совести. Смерть его будет на моей совести. Milli qəhrəman Elman Hüseynov, o da ayaqlarından yaralıydı. Bizim də qərargah rəisimiz yaralandı. Torpaq və əməliyyatını davam etmək üçün mən üzərimə götürdüm. Biz qəsdən çaylı istiqamətə hücuma keçdik və tapşırıq verdim ki, uşaqlara, cığırlarla dedim getməyin. Cığırların hamısı minalana bilər. Harda ən çətin kolluq varsa, ən çətin keçilməz yer varsa, oradan keçin, özü suyun içindən, lazımdır gedin. Və demək olar ki, 8-10 gün orada müharibə getdi. İnanın ki, mənim indi də yadıma gəlir, elə bir göydən od yağırdı. Ermənilər o qədər böyük, belə güclü bizə müqavimət göstərirdilər. Torpaq təpəki alındı. İnanırsınız, o 8-10 gündə nə qədər şəhidlər verdik, nə qədər yaralılarımız oldu, çox qırğınlar oldu. Yeni yadınıza gəlir, Çaylının qəbirstanlığında nə qədər uşaqlarımız qırıldı. Orada çox itkilərimiz oldu. Ancaq o bizim qələbəmizin ilk rəmzi oldu. Batalyon 5 metrdən bir sep şəklində düzdür. Hardasa bəlkə də 1 kilometrə yaxın. Çox uzun məsafə. Çayın içindən keçdik. Hamı da sep şəklində keçdi. Erməni gördü ki, bu elə belə Kör-körənə deyil də. Kör-körənə deyil, bəli. Hə, bu kör-körənə deyil. Gəncə batalyonu Çali tərəfdən gəldi. Biz də Çalinin qərb sağlıq tərəfindən Həsənqaya istiqamətində Vinzavod tərəfdən Həsənqaya'ya tərəf hücum elədik. Sağ istiqaməti ilə də Gəncə batalyonu girdi bu tərəfdən. Mehman batalyonu, rəhmətli Mehman batalyonu girdi. Mehman bəy Rəhbəroğlu. Gəncə batalyonunun komandiriyəm. Sizi qələbə münasibəti ilə təbrik edirik. Sağ olun, bu qələbə bizim deyil, Azərbaycan xalqının əsgərlərinindir. Birinci rota, birinci zvot mən idim. Aftab şoförü Vaqif abedi getdi. Birinci yeməyi qoydular mənim yanıma. Bir rəhmətli Zabil dedi ki, komandir, Banıca qızı yadıma düşüb, neçə gündür buradayıq. Abedlə gedim, o günlə qayıdım. Dedim, get. Əyildi ki, quruşkanı belə doldurdu ki, kompotu elə belə içmişdi. Güllə səs gəlməni Zabil tutma bir oldu. Zabil yıxıldı.
Paşayev İlham oldu, rəhmətli vəzir oldu. Bunlar keçdilər arxaya. Bizim başımız qarışdı zabilə. Oyunda baxdı ki, bu üzdən Irakların donuzu gəlib, başını salıb yeməyi təmiz yiyib. Uşaq qaldı ac. Səhərə yaxın Elman müəllim məni durğuzdu, rəhmətli indi olmasın. Qardaşım ikisi də dedi ki, Paşayev, uşaqların 2 nəfərdən götür. Qabaqda gül atırlar, tıraş güllərə biz tərəfə. Göt yoxla görür onlar nədir, kimdir, nəçidir. Seyid Firudunla gəldim. Rəhmətli Bacan ağam oldu, mən oldum. Düyəridən rəhmətli Malış oldu. 4 nəfərlə gəldik. Uşaqlara dedim, siz qalın sən yerdə, mən gedim qabağa baxım, görüm bu nədir, kimlərdir. İki qalxanda qabaqlaşdıq. Gəldi qabaqlaşdı, solam belə ki, solam. Qardaş, hansı batalyon dedim, tərtər. Dedim, bəs sizə hansı batalyon dedi, Sumqayıt. Mənə çaş-baş saldı bu. Təmiz də bizim dilə danışırlar. Aradan 1-2 dəqiqə keçmişdi, gördüm araldan bir qız gəlir. Birdən qız qışqırdı ki, erməni dilində, ara Türkiyə yeri qal loxburuna. Yəni ara türklər gəldi, diri tutun. O ki, kim deyir, müharibədə qorxmuram, yalan deyir. Amma bir anlığa doğulduğum gündən həmən dəqiqəyə qədər gəldi fikrimdən keçdi. Əlim PK-nın tətiyindədir. Amma ata bilmirəm. Mən başımı belləməklə güllə daldan açılır. Düz yerim alman deyil. Ondan sonra PK işlədi. Vəzir Orucuydu, Bağırov Şakir idi, Həsənov Şakir idi, Adil idi, mən idim, Rəfail idi. Bir də Vəzirgilin kəndindən 4 nəfər idi, adlarını bilmirdim. Yəni ki, Əliyar. Əliyar oradaydı, hə. 10-15 nəfər. Yığıldıq üst istiqamətdə bunların üstünə. Səni inandırım ki, erməni baş qaldırıb gül atanmadı. Qabaqdan bizim batalyon hücum elədi və soldan Gəncə batalyon hücum elədi. Dedi ki, biraz bu tənəyin yarpağından qırın, göşüyün. Dedim, niyə? Dedi ki, orada suyacaq. Dedim, sağ olmuş, o boyda kanal gedir oradan. Dedi ki, valla vaxtı olmayacaq orada su içməyə, imkan olmayacaq. Həmin əməliyyat, hansı ki, burada ermənilər o boyda itki verdi, birbaşa Ağdərə istiqaməti hücumları yüngülləşdirdi. Yəni ki, onların əsas qüvvələri burada məhv olundu. Və sonradan özünüz də iştirak elədiniz, döyüşlərdə gördünüz ki, ondan sonra buralar açıldı ki, buradan gendi Ağdərəyə. Deməli, bu əməliyyat qısa bir müddətdə baş vermişdi. Əməliyyat başlanmışdı iyun ayının 13-də və 4-dən 5-nə keçən gecə Ağdərə qəsəbəsi, Ağdərənin özü düşmənlərdən azad oldu. Türlük bayraq? Buranın Avtomobil binasının üstündən. Tərtər rota, tərtər rota, tərtər. Tərtər Allah'a rota. Burada var idi Tərtər özünün müdafiə batalyonu, burada vardı Gəncə özünün müdafiə batalyonu, burada vardı Qurtuluş batalyonu, burada vardı Bərdə özünün müdafiə batalyonu, burada Seydimli rotası və eyni zamanda Tərtər Əlahidlər rotası Aslan Kərimov rəhbərliyi edirdi. Bu batalyonların hamısını birləşdirərək White komandanlıq altında deməli birləşdirdi və erməniyə qarşı plan hazırladı ki, biz necə hücum edəyik. Analarını, atalarını, qocalarını qoyub buna qaçırlar. Bunlar bir qeyrətsiz millət çax. Şamiyanın Qardakertin alınmasında ancaq bu batalyonların birləşdirilməsi. Gəlin, axır ki, bu yumruğu sıxaq, bir dəfəli yendirək bu yumruğumuzu düşmənin başına. Bu birlik olmasaydı, biz heç vaxt bu qələbəni əldə edəyik. Народ настолько натерпелся и осознали, что так дальше эта война бесконечно продолжаться не может. Мы объединились, все эти батальоны национальной самообороны, и мы выполнили эту задачу.
Ağdərə rayonu ləğv edilib Tərtər rayonuna, bir hissəsi Kəlbəcər, bir hissəsi Ağdam rayonuna verildikdən sonra Ağdərə qəsəbəsində işlər sözün həqiqi mənasında yüksək vüsət almışdır. Bir çox müəssisələr açılmış, tikinti abadlıq işləri, yollar salınır, dağılmış evlər yenidən bərpa olunur. Ağdərənin alınmasında Elman müəllimə elə bir böyük bir bəxşəyiş verilmişdi. Gecə saat 2 olar. Məni çağırdı, dedi ki, gəl bura. Uaz maşının içində oturmuşdu. Gəldim, bir butulka çaxır idi, bir bankada biber turşusuydu. Dedi ki, bunu saat 2-də burada içsək, bu tarixə yazılar. Bunu Ermənidən gətirmişəm. Elman müəllimin haqqında danışanda onun vətənpərvərliyindən əlavə şəxsiyyət olmağını mən demək istəyirəm. Çünki biz 91-ci ildən 93-cü ilin yanvarın 14-ünə kimi günə-gün bir yerdə olmuşuq. Yəni bunda başqa bir his var idi. Vətən, torpaq hissi var idi. Elmanla da bax bu xarakterlə çoğulaşıb əsl bir Azərbaycan qəhrəmanının təməlini onda qoyurdu. Biz bilmirdik ki, kim qəhrəmandır. Biz o barədə fikirləşməmişik. Biz vətəni, torpağı qorumaq üçün dedik. Ürəyimizdə deyiləsi söz çoxdur, intihası. Elman müəllimin çəkdiyi əziyyətlər hamısı ambam mənim gözümün qabağındadır. Bir o var, bir insan özünü idarə eləyər çətin bir şəraitdə. Bir o var, 100 nəfərlik, hər birinin o qeydinə qalmalıdır, hər birinin hardasa onun hamısını idarə eləməlidir. Onun həmin mütaliəsi, həmin müşahidəsi, həmin intellekti bizi çox şeylərdən qorudu. Çox risklərdən qorudu. İgid bir komandir idi. 13 nəfər bizim əskərin cəsədi qalmışdı erməni mövqelərində. Elman müəllimin o insanpərvərliyini deyirəm ki, o qəbul eləyə bilmirdi və fikri də onun ancaq oranı almaq və o uşaqların cəsədləri götürməkdir. Və dedi, sabahları mən gedəcəm. Mən oranı hücum edib o uşaqların meydana çıxartmalıyam. Da dözə bilmirəm. Elman müəllim buydu. Döyüşlərin hər birisində Tərtər batalyonu xüsusilə fərqlənibdir. Ancaq buna baxmayaraq bizim Ağdərəni alınandan sonra bu batalyonun ləğvinə göstəriş verilir. Batalyon ləğv olunanda biz artıq Ağdərədəydik. Əmr gəldi ki, Müdafiə Nazirinin tapşırığıdır. Tərtər özünün müdafiə batalyonu ləğv olmalıdır. Çünki bizim tam yetişmiş hazır ordumuz var. Könüllülər, qocalar getsin istirahətə. Sonra da gəldik burada kimə yalvardı ki, güya bizi vəzifə götürürlər də ki, axı torpaq gedir, təzədən Ağdərə qayıdır. Bizi yaxın qoymadılar. Bir gündən sonra gəldim qərargaha. Orada Nəziməddin Sadıqovla qabaqlaşdıq. Amma bilirdim ki, eşitmişdim ki, erməni qayıdıb təzədən Ağdərəni alıb. Nəziməddin Sadıqov məni görəndə duruxdu, dedi ki, niyə mülki geyimdəsən? Mən də dedim ki, bizi ləğv eləmişsiniz, mən də mülki geyimdəyəm. Dedi, batalyon hanım, dedim, batalyon yoxdur. Mənə dedi, sana 2 saat vaxt verirəm, get paltarını geyin, gəl yenə. Briqada komandirinin tapşırığı ilə biz batalyonu təzədən bərpa elədik və Levanarx istiqamətində batalyonun silahlanması və təkrar döyüş əməliyyatında iştirakı başladı.
...24 gün müddətinə 6 avqust Akopkamari kəndinə hücum elədik, Lüləsaz deyilən. Akopkamari, Çardaqlı, Platina, Turbaza, Ay heykəli deyilən yer 1 sentyabr Drambon və Çıldıran yüksəkliyinə çıxmışıq. Artıq irəliləməyə başlamışıq və müəyyən məvəqqətlər var. Belə aşağı görürmü, götürürmü, irəliyə qalaq. Artilleriya vurur onları, artilleriya. Mirad 55-ə cavab ver. Həmən günü həmən Aboronanı tam məhv elədik. Həmən günü çıxdıq Kəlbəcər yoluna. Orada Rasim Əkbərov Rasiyadan çıxdı ki, vəzirə. Kasabet tərəfdən mənə köməyə gəlin. Goranboy batalyonu ilə birgə plan hazırladıq. Əməliyyatı yerinə yetirmək üçün bütün gücümüzü sərf edirik ki, həmin o satanı alaq və sonraki əməliyyatların yerinə yetirilməsi üçün qüvvələrimiz səfərbər edirik. Vəzir mənərlikən qəbul. Siz buradan atışanda, onlar bəri yönələndə, onlar arxadan vuracaqlar. Oldu? Tamam, veriyor. Yolla. Bu əməliyyatlarda başqa batalyonların da xidmətlərini göstərmək olar ki, hansı ki onların birbaşa köməyi ilə Ağdərə, Kəlbəcər yolu açılmış və sentyabr ayının 22-sinə kimi 92-ci ildə bu əməliyyatlar başa çatdı və biz Vaqvas deyilən kənddə oturduq 4 ay. Bizə çox kömək edir Tərtər tərəfindən qoşunlar. Biz birlikdə onlarla əməliyyat hazırlayırıq və hücumə keçəndə bizim müvəffəqiyyətlərimiz də olur. Sabahki demək döyüşdə də Tərtərlə biz danışa girmişik. Onlar da bizə kömək edəcəklər. Gərək biz hücumə keçək. Allahın köməyi ilə görək də, indi bu kəndləri bəlkə götürməliyik. Hansı kəndlərdir? Deməli, Dovşanlı kəndi, sağ tərəfdə Vən kəndi. Tank da onlarınkidir, başqa silahlarımız da var. Qoyub qaçırlar yavaş-yavaş, bir şeyləri qalmıyor. Deməli, vəzir o hərdə, bax, şəxsən mənim yanımda, bunların hamısı təsdiq eləyərdi. O hərdə qəhrəmanlıq eləyib ki, vallahi, o vəzirin qəhrəmanlığını görüb biz özümüz qəhrəmanlığımızdan danışa bilmirik.
Aman vəzirin yanında olan hər bir kəsi mən qəhrəman bilirəm. Bir günü rəhmətli elə belə kəşfiyyatdan baxırdı. Getdi belə baxdı, ma belə də görürsən o Nivanı. Dedim görürəm. Dedi ala binokla baxdım ki Nivada ağ Nivadı gəlir. Aradan biraz keçmiş daline bir boğaz gəldi. Dedi bax onların ikisindən birini götürəcəm onu sürəsən. Mən mənə gülməli gəldi. Həqiqətən erməni gedir bu mənə deyir ki o oğazı komandirlərin maşını ne deyir sürəsən. Aradan 3 gün 4 gün keçmiş bir də gördüm məni 6-7 saat axtarıb, 6-7 saatdan sonra adımız idi pozisyonumuz. Bir də gördüm, mən ona çağırdım. Vəzir vəziyyət nətərdir, mən Asifəm bellədir. Zəhrimar Asif, Çor Asif. Və sən axtarıram 3 saatdır. Gəl o ağzı götür apar, onun radiatoru zadı çırılıb, onu düzəlt. Getdim o ağzı götürdüm. Deməli o nətər atıb. Deməli görüb gəlir. Vəzir dedi ki, sakitcənə durun. Heç bir elə bir ki, maşına zərər dəymədən. Bir baş leytenant idi. Bir də şofer idi. Bu maşını salıb bizə əmr edən kimi vəzir naxadım bunun düz gözündən. Dirədi, belə sifətini attım buna. Atan kimi Urus kolya şoferi çıxdı, boğazını çək saldı yerə. Maşını verdi, saxladı qayanın dibində. Baxdı ki, bir Kamaz, bir dənə BMP-2 üstü dolu şəxsiyyətlə gəlir. Vəzir dedi ki, başlayın ateşə. Heç o aza da bir o qədər ziyan dəyməmişdi. Patpiresi qırılmışdı, kapotunun üstündən bir güllə keçmişdi. Onunla mən o vəziri çox gəzdirdim. Vəzir çox ağıllı, çox qoçaq bir oğludur. Mən onun anadan olduğu gündən 7 yaşına çatınca ona ildə bir qurban kəsmişəm. 7 qurban kəsmişəm onun yekəlməyinə. Pəhlivan oğludur. Ona mən deyərdim ki, o qoç vəzirdir. Çox yiğitliklər göstərdi. Neçə tanklar vurdu, nə qədər erməni qırdı. Mən deyim ki, o 600-dən çox erməni öldürdü. Uaz maşını da meydanda qaldı, gətirdi. Hal-hazırda da qapıdadır. Mənə təcili maşın lazımdır yaralıları çıxartmaq üçün. Təcili. Donuzların köynə səngərlərini, əllərini aldığımız səngərin üstünə çıxsın, buradan gətirir yorunun yanına. Başa düşdünüz məni? 7 nəfər bizi qaldırdı yüksəkliyə. Bir nəfər getmədi, onu tanımadım. Vəzir çöndü. Dedi, sana 5 iş verdirəcəm, sən qal burada. O başladı ağlamağa. Biz çıxdıq deməli, o iki dırmaşanda erməni üstdən başladı. Erməni başladı, erməni hətta orada granatometrin slaryadını, PK-nın sepini qoydu, çıxdıq yüksəkliyin üstünə. İndi bunları qovuruq, ağaçdan ağaca keçirik, 7 nəfərik. Vəzir deyir ki, aya, aya, belə aya eləyir. Mən çöndüm belə geri, bax ki, ay geç yavaş, hara soxulursan. Dedim ki, mənim adım var, başladı gülməyə. O gördü ki, mən xətrimə dəydim. O başladı möhkəm gülməyə. Grantamyotla göndər yazın bura. Vəzir bəy, biləm döyüşlə çətin vaxtıdır. Bir-iki kəlmə deydiniz, biləm mən yükçülərə siz çıxmışsınız. Uşaqlarınızdan da yaralanan da var, şəhid olanınız da var. Bəli, var. Deyirdiniz bu qəhrəman uşaqlardan, sizin o haqqınıza bilirik, azdan çoxdan. Elə uşaqlarımız hamısı sözün əsl mənasında qəhrəmandırlar. Burada heç birimiz artıq hərəkət eləmir, hamı bərabər hərəkət edir. Hamı da bərabər döyüşür. Hamısına da mənim böyük hörmətim, minnətdarlığım var. Sağ olsunlar hamısı. Sağ olsunlar. Надо сказать, что это мужество до этого я видел только в этих книжках. Ну, либо в художественных фильмах, где его лучше или хуже имитируют. А вот что касается визира, я впервые увидел мужество настоящее. Это был невероятный человек, и я его действительно помнил все эти годы. Буду, вероятно, помнить навсегда, потому что вот это вот умение выполнять воинскую профессию, то, что, кстати говоря, я нигде больше не видел. Я вот видел чеченцев, которые, ну, они были даже в половину не так храбры, как визир.
Но это всего-навсего, вероятно, такой воинский, солдатский профессионализm. Yok adam dolu uzat. Hangi diyor? Nanas. Mən ondan soruşurdum ki, nə, sən voyennidə zatda olmuşsan, hərbisi olmuşsan, nə deyir, yuxuda biz əskərlikdə olmuşsan. Belə baxırdı, bu döyüşdən o biri döyüşün ondan qoymağa getmi, o yəni elə. Deyirdim, oradan bura bizi vurarlar. Belə baxırdı, deyirdi, oradan bura heç nə pika çatar. Elə bil bu adam oxumuşdu, elə bil bu adam onu, elə bil, onu Allah bilgisidir olaydı. Ты русский, что ли? Русский? Какими судьбами здесь? Танк сюда идет? Танк сюда идет. Надо отходить. Надо отходить. Давай, пошли, танк. Едко хорошо знает, что такое солдатский страх, а это особый страх. Душный, тяжелый, панический, жуткий. Они действительно очень боятся, потому что они хорошо знают, что с ними может быть через одну ровно секунду. И был только один человек, который не боялся. Все бегут, потому что с той стороны ничего, кроме смерти. И только один человек спокойно, без пафоса, не накидывая на себя там тогу героя, просто садится, грязными пальцами начинает поворачивать ключ в замке зажигания, и я вижу, что у него нос машины направлен туда, откуда бегут все. Машина туда! Сколько там раненых визит? Я не знаю, много. Особенно это странно для нас, потому что я-то видел этих брошенных раненых, и вдруг какой-то мужичишка, без всяких аксессуаров великого воина, не перемотанный лентами. Вот, пожалуй, только в нем эта храбрость присутствовала в таком вот эталонном, абсолютном, исключительном смысле этого слова. Vəzir Rusiyadan, Arxangelskdən hər şeyini qoyub gəlib vətənə xidməti ilə bağlı müraciət edəndə mən onu batalyona götürmədim. Mən ona demişdim ki, yox, sən qəbul edə bilməlisən, Rusiyanın vətəndaşından belə filan, yəni bu psixoloji yoxlamadan keçmək məqsədi ilə mən onu demişdim. O otağımdan çıxmadan o kövrəlmiş bir vəziyyətdəki mənim Xocalıda qohumlarımın başını kəsdilər. Mən kənarda qala bilmərəm. Mən bu sözdən sonra mən onu batalyona qəbul elədim və o əfsanəvi qəhrəmana çevrildi. Я считаю его абсолютно, то есть таким нейрофизиологическим феноменом. И мне бы очень хотелось посмотреть на его детей. Gecə saat 11-də maşın Müsaqif rəhmətli sinkətçi gəldi ki, Əmoğlu Yusufən oyası ki, vəzir maşın göndərib, deyir ki, platinanı alıblar. Kiminsə maşınla getdim, fevral ayı qar, oralarda bir kəşfiyyat, bir müjos qohucu, məni başladı vurmağa, biz girə bilmədik, çəkildik geri. Bunlar Pskovun adamları idi, o desantlar var idi. Onlar, bax, o diviziyaydı o. Как дела? Хреново? Плохо. Чем плохо? Ну, плохо тем, что в окружение попали. Bütün qoşun yerləşirdi Həsən Öz kəndində, Atekdə. Bütün yollar bağlanmışdı. Biz də durmuşduq. Həmən o körpünün üstündə, Sərsəs Sonbarının körpüsünün üstündə. Biz 50 nəfər olardıq bizim batalyonun uşaqları, Tərtər uşağı. 17 nəfər uşaq çıxdı həmən əməliyyata.
Əməliyyata başladıq ermənilərə tərəf. Möhkəm atışma, möhkəm dava qırğından erməniləri çəkdik geri. İtələdik geri. Yol açıldı. Həmən günü, həmən o Buskov desantları, o quduruş gələn ki, ermənilər alala gəlirdi, onların dizini, Tərtər batalyonu orada nətər qırdısa, amma ona baxmayaraq bir neçə gündən sonra onlar bir də hücum eləmişmiş ona. Və o briqadanın çıxması birbaşa sağ-salamat, yəni bütün şəxsi heyəti ilə bağlı çıxarılması Yusubov Soliddinin, Marafov Mətləbin, Qubadov Himayətin və s. 18-ə yaxın o əsgərlərin eyni zamanda Turbazada yerləşən bir rotamızın hesabına həmin o mühasirə vəziyyətindən çıxarıldı. ...93-cü ilin aprel ayları idi. Bizim komandir otağında girdim. Cənab bir polkovnikimizi əyləşib aydınlaşdırdı ki, biz Müdafiə Nazirinin tərkibindən gəlmişik, bütün sahələr üzrə 8 nəfərik və Tərtər batalyonunda olan bütün silahlar hamısı yoxlanmalıdır, yığılmalıdır ambara. Allah Allah. Heylə silahları yoxlayacağım. Dedim, cənab polkovnik, mən döyüşü dayandırım, erməniyə deyim ki, sən gəlməcinən, cənab polkovnik gəlib Müdafiə Nazirindən bizim silahları yoxlamağa. Dedi, bəli, heylə olacaqdır. Mən deyirəm ki, gedək yerdə, səngərdə olan əsgərlərin bir silahı yoxdur. Silahı yoxlayır. O da deyir ki, yox, yığmaq lazımdır bura. İkinci bir şey deyim, Kərmov. İkinci bir şey deyim ki, deyirəm ki, yaxşı, məni oradan çıxarırsansa, o səngərdə əlavə qüvvə gətir. Mənim müdafiə elədiyim ərazini, bu onlar qorusun, mən çıxım. Deyir, yox. Heç onların silahdan xəbəri yoxdur. O silahın yarısından çoxunu biz ermənilərdən götürmüşdük. Bunlar nə yoxlayırdı, özləri də bilmirdi. Amma həmin o qısqanclıq idi. Bu Tərtər batalyonuna qarşı ki, bunlar belə at çıxarır, belə döyüşürlər. Ancaq o vaxtı biz bir neçə adamla bəli onları başa sala bildik. Nəhayət ki, zərərsizləşdirdik, belə deyək. 48 gün dayanmadan Tərtərə həmlə olundu, may ayının 10-una qədər. 48 gün dayanmadan. Erməninin 60-dan çox texnikası, nə qədər canlı qüvvəsi məhv edildi burada. Bir addım da geri çəkilmədi. Burada döyüşənlərin yanında hər birinin xatirindədir, hər birinin yadındadır. 3 dənə hücumun üçünün də qabağını aldıq, qarşısını aldıq. Qarşısını aldıq və 5 dənə onların texnikası vuruldu. Nə qədər canlı qüvvələri məhv oldu. Çox güclü, şiddətli döyüş getdi. Orada texnikanın birini rəhmətli Kərəm Sumqayıtdan idi, o vurdu. Birini bizim Qasımov Şükür vurdu, Seydimli kəndindəndir. Birini də mən vurdum, orada yolu kəsdi. Demək olar ki, arkada olan döyüş maşınları çıxa bilmədi. Harada döyüş gedirdi, hansı istiqamətdə? Ora bir Tərtər rotası gedirdi. Onlar Tərtər rotasından ruhlanırdı o döyüşçülər. Ona görə də bax bu qələbələrimiz oldu və bir gün də şükürlər olsun Allaha ki, görürsünüz Tərtərin bir kəndi belə ermənidə deyil. Azərbaycan Respublikasının bütün rayonlarından burada döyüşən insanlar olub. Torpaq müdafiəsində. Tərtər batalyonları da qabaqda olub. Mən vətəni o qədər sevirəm ki, ikinci növbədə anamı lap çox istəyirəm. İstəyirəm ki, anam görsün ki, sağ-salamatam, narahat olmasın. Bizdən yana narahat olmasın. Əgər qismətində isə qaydacaq. Qismətində döyülürsə vətən uğrunda getdik. Milliyetçi Türk Misrətiyəm. Çünki mən Azərbaycan torpağında yaşayıram. Azərbaycan torpağının çörəyini yeyirəm, suyunu içirəm. Eləcə də hər onun istənilən çətin anında silaha sarılmağa borcluyam. Tümen vilayətinin Qazovski yarımadasından gəlmişəm, özüm geolog. Xocalı faciəsindən sonra mən bütün işimi atmışam, gəlmişəm vətəni xilas eləmək, o faciənin cavabını vermək. Elman kimi oğlanı, vəzir kimi oğlanı, Mehrac Mahmudov kimi, Talıstan kimi, Ədalət Paşayev kimi o oğlanların qanun hesabına aldığımız o torpaqları ermənilərə, yəni hansısa nəyinsə hesabına verməyimizə çox təəssüflənirəm. Çox təəssüf ki, biz o torpaqları
bax o insanların, o qəhrəman oğlanların qanı tökülmüş o torpaqları, aldığımız o torpaqları biz saxlaya bilmədik. Aprel döyüşlərində Tərtər batalyonunun bugünkü gündə sağ qalan döyüşçüləri, hansı ki onlardan əlil olanlar var, əlini ayağını itirənlər var. Onlar belə gəlmişdilər həmin günlərdə, həmin ərəfələrdə bizlə bir yerdə olduqlarını bildirirlər və yenidən döyüşə qatılmaq istədiklərini bildirirlər. Yəni ki, bu onu göstərir ki, bizim xalqımız heç zaman, heç vaxt öz torpaqlarını düşmənə bağışlamayacaq. Qarabağsız Azərbaycan yoxdur. Qarabağ yox deyənin dilin kəsmək lazımdır. Qarabağ var, Qarabağ əzəli bizim torpağımız, dədə-baba torpağımızdır. Onu da almağa bu günləri bir qol olmayan, bir gözü olmayan, bir qılçası olmayan, nəfəsi ağciyəri deşik-deşik olan hər bir əskər onu hiss eləməlidir ki, Qarabağ almaq lazımdır. Əgər ala bilməsək, gələcək nəsil bizə bunu heç vaxt bağışlamaz. Allah verdiyə Füqar, Allah verdiyə Vilham, Zeynalov Sərdar, Hacıyev Əfqan, Mehdiyev Tahir, Paşayev Ədalət, Mahmudov Mehraz, Həsənov Teyyub, Hüseynov Vasif, Hüseynov Füqar, Hüseynov Bəxtiyar, Hüseynov Elman, Axundov Talistan, Axundov Babək, Həsənov İlqar, Quliyev Elşar, Rəhlimanı Məhəmməd, Orudov Vəzir, Kərimov Aslan, Əsədov Mahir, Əsədov Atəş.